Himalay dağlarının qoynunda gizlənmiş Butan sizi təəccübləndirəcək. Butan bənzəri olmayan həyat fəlsəfəsi ilə digər Asiya ölkələrindən çox fərqlidir. Butan Cənubi Asiyada, Himalay dağlarının şərq hissəsində yerləşən kiçik, amma son dərəcə fərqli bir krallıqdır. Şimalda Çin, cənubda isə Hindistanla həmsərhəddir. Ərazisi cəmi 38.394 kvadrat kilometr olsa da, relyefi son dərəcə mürəkkəbdir. Ölkənin böyük hissəsi dağlardan, dərin vadilərdən və sıx meşələrdən ibarətdir. Elə buna görə də Butan uzun illər boyunca dünyadan demək olar ki, tam təcrid olunmuş vəziyyətdə yaşayıb. Paytaxtı və eyni zamanda ən böyük şəhəri Tinfudur. Əhalisi 799 min nəfərdir. Dövlət idarə etmə forması konstitusiyalı monarxiyadır və ölkənin başında hazırda kral dayanır. Ölkənin rəsmi adı Drukyuldur və bu ad əjdaha ölkəsi mənasını verir. Butan bayrağındakı narıncı rəng buddist rahiblərin geyimindən gəlir və ölkədə buddizmin gücünü, dini ənənələrin önəmini simvolizə edir. Sarı rəng isə krallığın və monarxiyanın simvoludur. Bu rəng ölkənin siyasi birliyini və milli hakimiyyətin gücünü ifadə edir. Mərkəzdə yerləşən ağ əjdaha gücü, qorumağı və ölkənin ərazi bütövlüyünü simvolizə edir. Əjdahanın ağ olması isə təmizliyi və dürüstlüyü ifadə edir. Butan fiziki olaraq 3 əsas regiona bölünür. Yüksək sərt zirvələr, daha aşağı və nisbətən yaşanılan vadilər, cənubda isə geniş və rütubətli ərazi. Ən yüksək dağlar 7300 metrdən yüksəkdir və bu səbəbdən şimal hissəsi demək olar ki, məskunlaşmayıb. Paytaxt Tinfu dünyada işıqforu olmayan nadir paytaxtlardan biridir. Burada yol hərəkəti polis əməkdaşları tərəfindən tənzimlənir. Bu da ölkənin texnologiyaya deyil, ənənəyə verdiyi önəmin kiçik nümunəsidir. Əhalinin əksəriyyəti hələ də kənd yerlərində yaşayır. Rəsmi dil Dzongxa dilidir. Bu dil Tibet-Burman dil ailəsinə aiddir. Eyni zamanda ingilis dili də təhsil və dövlət idarəçiliyində geniş istifadə olunur. Yəni ölkə həm ənənəvi, həm də müasir sistemi paralel şəkildə saxlayır. Butanın dini həyatı ölkənin bütün mədəniyyətinə təsir edir. Əhalinin təxminən 4/3-ü buddistdir. Xüsusilə Drukpa Kagyu məktəbi burada dominantdır. Buddizm sadəcə inanclar sistemi deyil, eyni zamanda dövlət idarəçiliyinə, gündəlik həyata və hətta qanunlara belə təsir göstərir. 2008-ci ildə qəbul edilən konstitusiyada buddizm ölkənin ruhani irsi kimi tanınır. Butan dünyada karbon neqativ olan nadir ölkələrdən biridir. Bu o deməkdir ki, ölkə atmosferə buraxdığı karbon qazının böyük hissəsini udur. Bunun əsas səbəbi isə meşələrdir. Butanın konstitusiyasına görə ölkə ərazisinin ən az 60% hər zaman meşəlik olaraq qalmalıdır. Bu maddə adi qanun yox, birbaşa konstitusiya qanunudur. Yəni gələcəkdə hansı hökumət gəlirsə gəlsin, meşələri azaltmaq hüququna malik deyil. Bu xüsusiyyət Butanı dünyada demək olar ki, yeganə ölkə edir. Butan təkcə yaşıl ölkə deyil, sistemli şəkildə yaşıl qalmağa məcburdur. Bir çox ölkə ekologiyanı tövsiyə edir, Butan isə bunu məcburiyyətə çevirib. Meşələrin qorunması sadəcə təbiət sevgisi deyil, dövlətin gələcək strategiyasıdır. Bu səbəbdən Butan bugünə qədər iqlim dəyişikliyi ilə mübarizədə mənfi deyil, müsbət balans göstərən ölkələrdəndir. Dünyanın ən hündür qalxılmamış zirvəsi Butandadır. Bu zirvə Gangkhar Puensum adlanır və təxminən 7570 metr hündürlüyə malikdir. Maraqlısı odur ki, bu dağa texniki səbəbdən yox, dini inanclara görə çıxmaq qadağandır. Butanlılar dağların qoruyucu ruhlara məxsus olduğuna inanır. Bu səbəbdən bu dağ bugünə qədər insan ayağı dəyməmiş ən hündür dağ olaraq qalır. Butan plastiklə mübarizəyə dünya ölkələrinin çoxundan əvvəl başlayıb. Ölkədə 1999-cu ildən etibarən plastik torbaların istifadəsi qadağan edilib. Bu qərar ekoloji çirklənməni azaltmaq üçün atılmış ciddi addımlardan biri idi. Bir çox ölkə bu mövzunu son illərdə gündəmə gətirərkən, Butan bunu hələ 27 il əvvəl tətbiq edib.
Ölkə müasir dünyaya çox gec açılıb. Məsələn, televiziya və internet ölkəyə yalnız 1999-cu ildə daxil olub. Bu tarixə qədər ölkə informasiya baxımından da ciddi şəkildə qapalı idi. Amma maraqlısı odur ki, texnologiyanın gec gəlməsi sosial strukturunu qorumağa kömək edib. İqtisadi baxımdan Butan zəngin ölkə sayılmır, amma sabit və idarə olunan iqtisadiyyata malikdir. Əsas gəlir mənbələrindən biri kənd təsərrüfatıdır. Əhalinin böyük hissəsi əkinçilik və maldarlıqla məşğul olur. Digər əsas sektor isə hidroenerjidir. Butan çaylarının gücündən istifadə edərək elektrik enerjisi istehsal edir və bunu əsasən Hindistana ixrac edir. Pul vahidi Nqultrumdur və Hindistanın rupisi ilə təxminən eyni dəyərdədir. Bu da Butanın Hindistanla iqtisadi əlaqələrinin nə qədər güclü olduğunu göstərir. Butanda milli geyim sadəcə ənənə yox, gündəlik həyatın bir hissəsidir. İnsanlar işə, məktəbə və dövlət qurumlarına gedərkən öz milli geyimlərində gedirlər. Kişilərin geyindiyi paltar go adlanır. Go həm də hörmət və status rəmzidir. Rəsmi yerlərdə onu geyinməmək düzgün qarşılanmır. Qadınlar isə kira adlanan geyim geyinirlər. Bu uzun parça formasında olur və bədənə dolanaraq çiyinlərdən sancaqlarla tutulur. Üzərindən isə qısa pencəyə bənzər tego geyinilir. Kiranın rəngləri və naxışları qadının yaşını, sosial vəziyyətini və hansı tədbirə qatıldığını göstərir. Ən maraqlı tərəfi isə odur ki, bu geyimlərin çoxu əl ilə toxunur və bəzən bir kiranın hazırlanması aylarla vaxt aparır. Butanda geyimdəki rəng və naxışlar təsadüfi seçilmir. Parlaq rənglər sevinc və bayramı, tünd rənglər isə rəsmi və ciddi mərasimləri ifadə edir. Bəzi naxışların insanı pis enerjidən və bəd ruhlardan qoruduğuna inanılır. Butan rəqsləri də eyni dərəcədə dərin məna daşıyır. Ən məşhur rəqslər çam adlanır və bunlar əyləncə yox, dini mərasim hesab olunur. Rəqqaslar qorxulu maskalar taxaraq tanrıları, cinləri və ruhları canlandırırlar. Rəqslərdə yaxşılıqla şərin mübarizəsi göstərilir və sonda hər zaman yaxşılıq qalib gəlir. İnanclara görə bu rəqsləri izləyən insanlar mənəvi cəhətdən təmizlənir, pis enerjidən azad olur və daxili rahatlıq tapır. Bu rəqslər əsasən dini festivallar zamanı keçirilir və həmin günlərdə bütün kənd bir yerə toplaşır. Rəqs, musiqi və geyim birlikdə Butan xalqının inancını, dünya görüşünü və həyat fəlsəfəsini əks etdirir. Burada milli geyimə, adət-ənənələrə hörmətsizlik etmək yol verilməzdir. Butanlılar inanır ki, mədəniyyətini qoruyan xalq xoşbəxtliyini də qoruyar. Elə bu səbəbdən Butan bugün dünyada xoşbəxtlik anlayışını maddi sərvətdən üstün tutan nadir ölkələrdən biridir. Butanda insanlar ümumilikdə xoşbəxt sayılır, amma bu xoşbəxtlik bizim adətən öyrəşdiyimiz anlayışdan xeyli fərqlidir. Butan dünyada xoşbəxtliyi rəsmi dövlət siyasətinə çevirən yeganə ölkədir. Burada ölkənin inkişafı təkcə pul və iqtisadi göstəricilərlə ölçülmür. Əvəzində ümumi milli xoşbəxtlik adlı xüsusi bir sistem tətbiq olunur. Bu sistemə görə insanın rifahı yalnız qazancı ilə deyil, həyatından nə dərəcədə məmnun olması ilə qiymətləndirilir. Butan hökuməti xoşbəxtliyi 4 əsas prinsip üzərində qurur. Davamlı və balanslı iqtisadi inkişaf, ətraf mühitin qorunması, milli mədəniyyətin, adət-ənənələrin saxlanılması və ədalətli idarə etmə. Yəni burada insan sadəcə zəngin olmalı deyil, eyni zamanda təbiətlə harmoniyada yaşamalı, mədəni kimliyini qorumalı və cəmiyyətdə ədaləti hiss etməlidir. Rəsmi sorğular göstərir ki, Butan əhalisinin böyük hissəsi özünü ya xoşbəxt, ya da həyatından ümumilikdə razı hesab edir. İnsanlar daha az stres yaşadıqlarını, ailə və icma bağlarının daha güclü olduğunu deyir. Maddi imkanlar məhdud olsa da, ruhi sakitlik və həyat məmnuniyyəti çoxları üçün ön plandadır. Əlbəttə, Butan ideal ölkə deyil. Gənclər arasında işsizlik problemi mövcuddur. Şəhərlərdə yaşayış xərcləri artır və texnologiya yeni stres mənbələri yaradır. Amma əsas fərq ondadır ki, bu problemlərə yanaşma fərqlidir. Butanlılar üçün xoşbəxtlik daha çox daxili rahatlıq, icma dəstəyi və mənəvi balans deməkdir. Çox pul, bahalı həyat və sürətli karyera isə ikinci planda qalır.
Ümumilikdə isə Butan müasir dünyanın sürətinə qoşulmaq yerinə öz yolunu seçən nadir ölkələrdəndir. Təbiəti qanunla qoruyur, inkişafı xoşbəxtliklə ölçür və keçmişini itirmədən gələcəyə doğru addımlayır.